Salam kanalımın dəyərli xanımları. Bugün Leylanın istəyi ilə medovu tort hazırlayırıq. Əslində xanımlar, bütün gedişatı sizi üçün çəkmişdim. Amma ki, çəkib bitirəndən sonra montajda gördüm ki, vlogun tort bişirmə hissəsi tam 9 dəqiqədir. Mən də düşündüm ki, siz 9 dəqiqə tort bişirmə hissəsinə baxsaz, çox sıxılacaqsınız. Bu səbəbdən də tort bişirmə hissəsini 4 dəqiqəyə endirdim. Bu da o deməkdir ki, hər incə ayrıntısına kimi sizə göstərə bilmirəm. Amma düşünürəm ki, o qədər gözəl kanallar var ki, şirniyyatlar bişirirlər, hər incə ayrıntısına kimi bizim üçün çəkib göstərirlər. Deməli xanımlar, ballı tortda incə ayrıntılar var ki, əgər bunu eləməsək, bizim kojlarımız bərk olacaq. Bişirdiyimiz kojlar soyuduqdan sonra taxta piçenli kimi olmamaqdan ötürü biz hazırladığımız kütləyə 6 qaşıq süd əlavə etməliyik. Bunu hər şirniyyat bişirən kanallar vurğulamır. Çünki bu tortun incə ayrıntısıdır. Düşünə bilərsiniz ki, ballı torta süd əlavə etmək nə deməkdir? Amma ki, süd əlavə olmadıqda kojlar bərk olacaq. Və xanımlar, ən əsası da xəmirimiz hazır olduqdan sonra xəmirə un əlavə edirik hissə-hissə və bir az xəmir özünü tutandan sonra kənara çəkirik öz xoduna soyusun. Əgər biz xəmirimizi isti-isti unun gücünə bərkitsək, bizim kojlarımız yenə bərk olacaq və bunu heç kremdə yumşalda bilməyəcək. Bu səbəbdən də biraz xəmir özünü tutandan sonra çəkirik kənara öz xoduna soyusun. Soyuduqdan sonra görəcəksiniz ki, xəmir özünü yığıb, bərkiyib, sonra az un əlavə edərək xəmirimizi kündəliyirik. Beləliklə bizim kojlarımız yumşaq və kremin də əlavə edəndən sonra pambıq kimi olacaq. Və xanımlar, gördüyünüz kimi mənim kojlarım artıq hazırdır. Kojları da əlavə etməmişdən öncə krem çəkirəm ki, kojlar əlimin altında tərpənməsinlər. Kremi də ki, xanımlar, evdə zavarnoy krem bişirdim. Üzərinə bişmiş skuşonunu əlavə edib mikserlə qarışdırmışam və nəticəsi çox mükəmməl oldu. Deməli xanımlar, bundan öncəki vloqlarımda bir çox izləyici məndən istəyirdi ki, üz baxım məhsullarımı onlara göstərim. Mən də düşündüm ki, niyə də olmasın? Sırf bu haqda vloq hazırlayaram. İstəyən izləyicilər də bu vloqa baxıb maariflənər. Öncə bunu vurğulamaq istəyirəm ki, nə qədər ki üzümüzə yaxşı qulluq etsək, irəliləyən yaşlarımızda dərimiz üçün yatırım etmiş oluruq. Bunu da ki, xanımlar, necə edirik? Əlbəttə ki, dərimizə yaxşı qulluq edərək. Bir çox xanımlar dəriyə qulluq etməyi sadəcə üzə maska tətbiq etməkdə bilir. Amma inanın ki, üzvüzə dünyanın ən bahalı maskasını tətbiq etsəz belə, əgər dəridəki məsamələr təmizlənməsə, çəkdiyimiz maskanın üzə faydası olmayacaq. Təbii ki, bu dediklərim bilən xanımlara aid deyil. Mən bunu bilməyən xanımlar üçün izah edirəm ki, bilirəm ki, hədsiz çox xanım var ki, üzə necə qulluq etmək lazımdır, bunu bilmir. Deməli, xanımlar, hər kəsin üzündə poralar var. Yəni ki, dəridə yaranan açıq məsamələr. Bu, çox vaxt üzün T bölgəsində olur. Alında, çənədə və burun ətraflarında. Təbii ki, ən çox da burunun üzərində. Məsamələrin də yaranma səbəbi odur ki, üzə yetərincə qulluq olunmur. Üzdəki T bölgəsi də hər zaman yağlı olduğuna görə o hissələrdə açıq məsamələr yaranır. Poralar da açıq qaldığına görə hər gün üzümüzə tonalni tətbiq edirik, etməsək belə açıq qalan poralarda qara nöqtələr yaranır. Təbii ki, bunların öhdəsindən gəlmək olur. Amma ki, üzdəki poraları yığmaq xeyli vaxtımızı alır. Yəni ki, bugün başlasaq üzümüzə qulluq etməyə, bir ay sonra nəticəsini görmüş olacağıq. Bu arada xanımlar, ballı tortum da hazır oldu. Yumşaqlığını da görürsüz, cəmi 1 saat kənarda saxlamışam. Pambıq kimi yumşaqdır. Dadı da mükəmməl. Və xanımlar, qaldığımız yerdən davam edək. Bir çox xanım qara nöqtələrin üzərinə müxtəlif maskaları yapışdırırlar və maskanı üzdən götürərkən qara nöqtələrin elə yerindəcə qaldığına şahid olurlar. Bunun səbəbi nədir? Qara nöqtələr məsamələrin arasında öz yerini bərkidib. Bu arada xanımlar, Faberlica getmişəm ki, aldıqlarımı sizə göstərim. Hansı vasitələrdən istifadə edirəmsə, bir-bir hamısını sizə evdə göstərəcəm. Qaldığımız yerdən davam edək. Qara nöqtələr yerini bərkitdiyinə görə mütləq biz onları yumşaltmalıyıq. Yumşaltmaq üçün də xanımlar, ən sadə üsullardan sizə danışacağam. Əgər evdə buxar aparatı yoxdursa, ki, demək olar ki, nadir adamın evində var. Bu zaman belə edirik. Qalın üst silən dəsmalı götürürük, üzərinə qaynar su əlavə edirik. Dəsmal tam qaynar su ilə islanandan sonra gəlib uzanırıq, üzümüzü də həmən dəsmalla bağlayırıq. Təbii ki, dəsmalı qaynar üzümüzə çəkmirik. Biraz isti hal olmasını gözləyirik və dəsmalı üzümüzə yapışdırırıq. Sonra 45 dəqiqə dözə bilirsinizsə 1 saat üzümüzdə saxlayırıq. Qeyd etmək istəyirəm ki, bu dediyimi cəmi bir
dəfə edirik. 1 saatdan sonra dəsmalı üzümüzdən götürürük və kənarda sadəcə bir yumurtanın ağını götürüb yaxşıca çalxalayırıq. Sonra üzümüzə tətbiq edirik və üzərinə göz hissəmizi kəsib salfetkaları yapışdırırıq. Bunu 2 qat davam edirik və tam quruyandan sonra salfetkanı çıxardırıq. Bütün qara nöqtələrin salfetkaya yapışdığına şahid olacaqsınız. Və xanımlar, gördüyünüz kimi mən üz baxım vasitələri yalnız Faberlicdən istifadə edirəm. Bu qətiyyən reklam deyil. Sadəcə olaraq mən Faberlicin həm təbii olduğuna inanıram, həm də ki, keyfiyyəti məni qane edir. Baxın xanımlar, əgər üzümdə makyaj varsa, gəlirəm Faberlicin makyaj təmizləmə suyu ilə üzümü təmizləyirəm. Məndə digər çeşidi də var. Ya bununla təmizləyirəm, ya da digəri ilə. Disk pambuğa biraz əlavə edirəm və makyajımı üzümdən yaxşıca bununla xaric edirəm. Sonra xanımlar, Faberlicin belə bir üz yuma geli var. İnanın ki, bu üz yuma geli mənim o qədər xoşuma gəlir ki, bitdikcə hər dəfə yeniləyirəm. Məni çox-çox qane edir. Üzümdə olan bütün makyajı tərtəmiz dərindən təmizləyir. Mənə də nə lazımdır? Həm ucuz olsun, həm də keyfiyyətli. Burada istəyirəm ki, sizə gelin qatılığını göstərim. Başqa gellər kimi duru deyil, qatıdır, bir damcısı üz yumağıma kifayət edir. Bir damcı əlavə edirəm, bütün üzümü bununla yuyuram. Və xanımlar, üzümü bu gellə yuyandan sonra keçirəm Faberlicin üz üçün olan skrabına. Deməli xanımlar, incə teksturalı. Mənim dərim çox nazik olduğuna görə buna çox önəm verirəm ki, skrabın tərkibindəki dənəciklər mənim üzümü cızmasın. Və bu da mənim tam istədiyim kimidir. Üzümü cızmadan çox yaxşı təmizləyir. Mən bayaq sizə dediyim kimi, üzümüzün qara nöqtələrini təmizləyəndən sonra mütləq bu skrabdan istifadə etməliyik. Xanımlar, həm çox ucuzdur, həm də çox keyfiyyətli. Başqa markanın bahalı skrabını almaqdansa hər zaman uyğun qiymətə bunu alıram, istifadə edirəm, çox da razı qalıram. Skrab üz üçün çox önəmlidir, çünki üzdəki məsamələri dərindən təmizləyir. Üz baxım vasitələrində bu olmazsa olmazdır. Baxın xanımlar, məndə belə bir alət var, Temudan almışam. Qiyməti də ki 1 manatdır. Skrabı üzümə tətbiq edəndən sonra bununla dairəvi hərəkətlər edərək üzümü masaj edirəm. Bütün qan dolaşımını sürətləndirir və üzü qara nöqtələrdən təmizləyir, məsamələri tərtəmiz edir. Bunun üçün də skrab mütləq vacibdir. Və xanımlar, keçirəm bunu sizə göstərməyə. Bu bizim dədə-baba üsulumuzdur. O vaxtda hər kəs ruşulla kisələnərdi. Bunu xanımlar, mən hər zaman üzümə tətbiq edirəm. Deməli, üzümü yuyuram. Yuduqdan sonra skrabdan istifadə edirəm. Sonra bu ruşulu üzümə çəkirəm və bununla üzümü ovxalayıram. Gördüyünüz kimi ruşulu bu cür formada əzmişəm ki, mənim üçün rahat olsun. Üzümdəki toz, makyaj, hər nə varsa bununla qəşəng çıxardıram. Üz dərim olur uşaqların üz dərisi kimi. Sizə də məsləhət görürəm, ruşulu bu formada əzin saxlayın. Və xanımlar, burada da göstərirəm sizə. Faberlicin belə bir diş pastası var. Gördüyünüz kimi artıq pastanı bitirirəm. Həddindən artıq mükəmməl diş pastasıdır. Dişləri qar kimi ağappaq edir. Bir dəfə istifadə eləsəz, bundan başqa diş pastasından istifadə etməyəcəksiniz. Həm ucuzdur, həm də keyfiyyətdir. Həm də bilirəm ki, bitki mənşəlidir. Bu artıq məndə neçənci diş pastasıdır ki, alıram. Bitdikcə yeniləyirəm, çox xoşuma gəlir. Mənim üçün önəmlisi odur ki, dişləri ağartsın. Bununla dişimi yuyanda o qədər fərah hiss edirəm ki, yalnız istifadə eləsəz bilərsiniz. Xanımlar, bu isə mənim çox sevimli tonikimdir. Bu Faberlicin yeni seriyasıdır. Bundan öncə Faberlicdən mən bir neçə tonik istifadə etmişəm, amma buna çatanını hələ görməmişəm. Çox qatı, çox keyfiyyətli. Mənim üçün ən önəmli olan üzdə yapışqanlıq hissini verməməsidir. Mən üzümə tonik və yaxud da krem tətbiq edən zaman qətiyyən xoşlamıram ki, üzümdə yapışqanlıq hissi olsun. Hər zaman üzümün hamar olmasını istəyirəm. Bu tonik da mənə eyni hissi bəxş edir. Bunu alıb istifadə etsəz, mənim nə demək istədiyimi o zaman anlayacaqsınız. Bu tonikin görəvi odur ki, üzdəki məsamələri yığır, dəri tonunu bərabərləşdirir. Bundan artıq bizə nə lazımdır ki? Və xanımlar, üzümü toniklə təmizləyəndən sonra yarım saat gözləyirəm və göz altıma bu kremi tətbiq edirəm. Bu krem də olduqca münasibdir. Göz altını çox yaxşı nəmləndirir və gözdə yanma, qıcıqlanma yaratmır. İncə qırışların getməyinə kömək edir və yeni qırışları yaranmağa qoymur. Bu kremdən də çox xoşum gəldi. Görürsünüz xanımlar, əlimə tətbiq etmişəm. Qətiyyən yapışqanlıq hissi yoxdur. Bu hissi çox sevirəm. Keçirəm ən önəmli
kremlərimə. Bu kremlər xanımlar Fabric'in yeni seriyasıdır. Mənə görə o qədər mükəmməldir ki, gecə və gündüz kremidir. Xanımlar, burada nömrələri var. 55 gündüz, 56 gecə kremidir. Səhər oyandıq, təbii ki, üzümüzü yuduqdan sonra 55 seriyalı kremi üzümüzə tətbiq edirik. Xanımlar, bu kremləri istifadə etdikdən sonra mən üzümə makiyaj altı baza qətiyyən vurmuram. Bu kremi üzümə tətbiq edirəm və 4-5 dəqiqədən sonra makiyajımı edirəm. Tonalni üzümdə bu kremdən sonra şüşə kimi oturur. Eyni zamanda həm makiyaj bazı kimi istifadə etmək, həm nəmləndirici kimi istifadə etmək bu olduqca böyük avantajdır. Və eyni zamanda gecə kremi. Axşam yatmamışdan öncə üzümü sizə dediyim kimi təmizləyirəm və gecə kremini üzümə tətbiq edirəm, yatıram. Səhər oyananda üzümü fresh görürəm. Bu görüntünü, bu hissi çox sevirəm. Baxın xanımlar, əlimə tətbiq etdikdən sonra qətiyyən yapışqanlıq hissi yoxdur, amma yüksək nəmləndirməsi var. Xanımlar, mən Fabrlic firmasının reklam olmadığını sizə göstərmək istəyirəm. Bizim evdə hər yerdə Fabrlic'in məhsulları var. Mənim ayağa nə qədər önəm verdiyimi köhnə izləyicilərim artıq bilir ki, mən hər mağazinə gedəndə müxtəlif corablar alıram. Ayağın təmiz qalmağına böyük önəm verənlərdənəm. Bu səbəbdən də Fabrlic'da belə bir krem var. Əgər uzun müddətli harasa gedəcəmsə, ayağım uzun müddətli ayaqqabıda qalacaqsa, mütləq bu kremi ayağıma çəkirəm, sonra corab geyinirəm. Bu krem ayağı tərləməyə qoymur. Əgər ayağınızda qoxu varsa onu əngəlləyir və göbələyin yaranmağının qarşısını alır. Mənim üçün bu çox önəmlidir. Eyni zamanda da ayağı yumşaq saxlayır. İşə gedən insanlar, ayağı ayaqqabıda uzun müddət qalan insanlar məncə bu kremi mütləq sınamalıdır. Sınadıqdan sonra isə keyfiyyətinə özü şahid olacaq. Xanımlar, ayaq üçün bu krem isə mənim vaz keçilməzimdir. Hətta baxın, birini demək olar ki, tam bitirmişəm. İkincisini də sifariş verib gedib götürmüşəm. Xanımlar, bu krem sadəcə möhtəşəm ötəsidir. Əgər dabanınızda çatlar varsa və yaxud da yaranıbsa, ayağınız qurudursa, ayaqda qırışlar varsa, dəriniz coddusa, bu kremdən istifadə edin. İkinci kremi tətbiq etməyinizdə dəhşət böyük fərq görəcəksiniz. Ki, mən görmüşəm, bu mənim vaz keçilməz kremimdir. Hər gecə yatmamışdan öncə mütləq ayağıma çəkirəm və ayağı yumşaltmağı bir gün yox, hətta bir neçə gün pambıq kimi yumşaq edir. Məndə belə bir problem olmasa da, çox insan var ki, ayağı qabıq salır, ayağı qupquru quruyur, qabıq olur. Bu kremdən istifadə edin. Həqiqətən deyirəm ki, mənə çox sağ ol deyəcəksiniz. Hətta rəylərdə yazacaqsınız ki, nə yaxşı ki, bu kremi bizə aldırdınız. Qızlar, Fabrlic'in bu əl sabunu isə alın, istifadə edin. Bunu da mənə rəylərdə yazacaqsınız ki, nə yaxşı ki, aldırdın. Möhtəşəm ötəsi qoxusu var. Əlləri pambıq kimi yumşaq edir. Əsas odur ki, qabıqlandırmır. Və xanımlar, burada mən sizə göstərirəm ki, Fabrlic'in gecə-gündüz kremindən öncə mən bu kremləri hər zaman üzümə tətbiq etmişəm. Çox yaxşı nəticəsini görmüşəm. Üz dərisinin tonunu bərabərləşdirir, qırışları aradan qaldırır, üzü çox yaxşı nəmləndirir və bunu da mən makiyaj bazı kimi də istifadə etmişəm. Gördüyünüz kimi də artıq bitib, çox az qalıb. Bu səbəbdən də yenilərini almışam. Heç vaxt qoymuram ki, bu kremlər məndə bitsin, sonra alım. Bitənə yaxın artıq yenilərini alıram. Xanımlar, bu arada bunu da demək istəyirəm ki, Fabrlic'a üzv olub 40 manatlıq məhsul alsaz, cəmi 33 manat ödəniş edirsiniz. Və üstəlik kataloqda müxtəlif ətirlər var. Hətta 100 milli. İstədiyiniz ətri seçirsiniz, sizə hədiyyə gəlir. Mənim ən xoşuma gələni isə ora üzv olandan sonra bir qeydiyyatçı aparsaz 15 manat pul qazanırsınız. 2 qeydiyyatçı aparsaz 30 manat qazanırsınız. 3 qeydiyyatçı aparsaz 45 manat qazanırsınız. Və xanımlar, gördüyünüz kimi mənim bütün bədən gelləri, bütün şampunlarım hamısı Fabrlic'dandır. Qoxuları möhtəşəmdir. Bütün şampunları da saça həcm verəndir. Mənim saçım nazik olduğuna görə hər zaman həcm verən şampunlardan istifadə edirəm. Və xanımlar, bu məhsulların hansınısa əldə etmək istəsəz, açıqlamalarda aşağı hissədə sizin üçün link yerləşdirəcəm. Ora daxil olub mənim WhatsApp qrupuma qoşula bilərsiniz. Orada sizi Sona xanım qarşılayacaq. Çox mülayim xanımdır. Nə sualınız olsa Sona xanıma verirsiniz. Canla başla sizə kömək edir. Burada sizinlə sağollaşıram. Növbəti vlogda görüşərik. Sağ olun, salamat qalın.